Olan mən Nərmin müəllimə sizinlə 7-ci siniflər üçün yazdığım Rəfiyə səviyyəli kitabdan bir neçə sualın izahını paylaşacağım. Və sualın izahına başlamamışdan əvvəl demək istəyirəm ki, yoldaşlar, həm bu kitabdakı sualların müzakirəsi, həm də ümumiyyətlə məhz 7-ci sinif RFM hazırlaşan şagirdlər üçün və yaxud da sadəcə biologiyasını təkmilləşdirmək istəyən şagirdlər üçün ödənişsiz WhatsApp qrupumuzda həm əlavə sınaqlar, əlavə suallar, həm də qeydlər paylaşılır. Ödənişsiz şəkildə qrupumuza qoşula bilərsiniz. Amma bir şərtimiz var ki, qrupa qoşulmaq üçün kitabımızı əldə etməlisiniz. Yəni, əsas məqsədimiz kitabımızdakı sualların izahıdır, müzakirəsidir və s. Deməli, kitabımız əlimizdə olmalıdır. Qrupa qoşulmaq istəsəz, açıqlama bölümündə qeyd olunan nömrə ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Eləcə də kitabı əldə etmək istəsəniz, yenə də WhatsApp üzərindən yazırsınız, açıqlama bölümündə qeyd olunan nömrəyə və kitab poçt vasitəsilə istənilən ünvana göndərilir. Belə. Deməli, başlayacağım sualın izahına. Şəklə əsasən düzgün olmayan variantı seçin. Şəkildə göstərilmişdir bitkinin kök hüceyrələri, kökdə olan ixtisaslaşmış hüceyrələr olan əmci tellər, hansı hüceyrənin çıxıntısı olan əmci tellər göstərilmişdir. Deməli, əmci tellərin funksiyası torpaqdan su və mineral duzları mənimsəməkdir. İndi bizə deyir, düzgün olmayan variantı seçin. Elə indicə dedik ki, torpaqdan mənimsəniləcək su və mineral duzlar. Yəni, bir də yazılır üzvü maddə, əlbəttə bu düzgün olmayan çıxışdır. Niyə? Çünki üzvü maddə bitkilərdə, yaşıl hissələrində və yəni əsasən yarpaqlarında xloroplast adlanan orqanoiddə xlorofil pigmentin iştirakı ilə baş verir. İçi vakuoldur, bəli, iri vakuoldur, bütün hüceyrələrdə görsənir. 3 nömrə ilə nüvə göstərilmişdir, bəli, bütün hüceyrələrdə nüvələr görsənir. Və 4 hüceyrə divarı, bəli, doğrudur, bitki orqanizmasına bütün canlı hüceyrələr hüceyrə divarına malikdir. Növbəti sual izah edəcəm. Növbəti sual. Heyvanlarda rüşey mərhələdə baş verən prosesləri öyrənir. Deməli, heyvanları öyrənən elm zoologiyadır. Rüşey mərhələsini öyrənən elm embriologiyadır. Baş verən prosesləri öyrənən elm isə deməli fiziologiyadır. Ümumiyyətlə canlılarda baş verən proses desə, biz burada fiziologiyanı götürməliydik. Amma məhz rüşey mərhələsini vurğuladığı üçün demək biz embriologiyanı götürməliyik. Yəni cavab olacaq burada C bəndi, zoologiya və embriologiya. Növbəti 43 nömrəli sual. Mikroskopda ölçüsü 0,27 sm olan cismin həqiqi ölçüsü 3 mikrometrdir. İstifadə olunan mikroskopun okulyar obyektivində neçə yazıla bilər? Deməli, mikroskopun ölçüsü, mikroskopda görsənən ölçü 0,27 sm-dir. Kitabda bizə verilən məlumatda əsasən biz deyirik ki, bir deməli millimetr bərabərdir 1000 mikrometrə. Demək ki, bizə rahat olmaq üçün bu santimetri mən əvvəlcə millimetrə, sonra da mikrometrə çevirməliyəm. Deməli, 0,27 santimetri millimetrə çevirəndə eləyəcək 2,7 millimetr. İndi bunu mikrometrə çevirəndə 1000-ə vurmalıyam. 1000-ə də vuranda 1,0 bura vergilə görə gedir. Qalır 2700 mikrometr. Yəni, özür istəyirəm, 2700 biz tapdıq mikroskopun böyütmə dərəcəsini. Yəni ki, bu cisim mikroskop altında baxılarkən, yox, mikrometr, yox, böyümüş ölçünü tapdıq. Hə, düzdür, böyümüş ölçünü tapdıq. Böyümüş ölçünü tapdıq 2700 mikrometr. İndi biz mikroskopun böyütmə dərəcəsini tapmalıyıq. Niyə? Obyektiv və okulyarın üzərində deyil, neçə yazıla bilər? Biz də deyirik ki, obyektivin üzərində yazılan rəqəm vurulsun okulyarın üzərində yazılan rəqəmin bərabərdir böyütmə dərəcəsi. İndi biz burada böyütmə dərəcəsini tapmaq üçün cismin mikroskopda görünən ölçüsünü bölməliyik həmin cismin həqiqi ölçüsünə bərabərləyəcək 900. İndi biz elə rəqəmi tapmalıyıq ki, yəni okulyarın üzərindəki rəqəmi, obyektin üzərindəki rəqəmə vuranda cavabımız bərabər olsun 900-ə.
O da baxırıq. Burada uyğun gəlir bizim B variantımız. 20 vurulsun 45 bərabərdir 900. Hələlik izah bu qədər yoldaşlar. Növbəti izahla xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.